Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəin. Qurani Kərimdə ilahi nemətlər məsələsi çox mühümdür. Allah Teala bir çox mənəvi və maddi ilahi nemətlərdən danışır Qurani Kərimdə və ən əsası da ilahi nemətlər barədə danışanda Allah Teala Bəni İsraildən, yəni Yəhudilərdən bir çox misallar çəkir. Onlara verdiyi nemətlər barədə və həmçinin də onların ilahi nemətlərlə necə davranması barədə Allah Teala Qurani Kərimdə misallar çəkir. Ayələrdən birində Allah Teala buyurur ki: "Və-zəllalna aleykumul gamama və ənzəlna aleykumul mənnə vəs-səlva." Allah nemətlərin içində Bəni İsrailə bu nemətlərdən bəxş elədi. Onlar ki, səhrada sərgərdan qaldılar, Allah Teala orada da öz nemətini onlardan əsirgəmədi. Buludu kölgə olaraq onların üstünə gətirdi və Allah Teala onlara müxtəlif qidalardan nemətlər verdi. Və təbii ki, mənəvi nemətlər də öz yerində. Allah onlara Peyğəmbər göndərmişdi, Peyğəmbər onlara ilahi təlimlər keçirdilər və s. və ilaxır. Baxmayaraq ki, Allah buludu onların üstünə kölgə üçün gətirdi. Onlar üçün müxtəlif qidalar, mən, səlva, indi bunların tərcüməsi müxtəlif formalarda deyilir. Hər bir halda qida vasitələri idi. Bunu da Allah Teala onlar üçün təmin elədi və su cəhətdən ki, əziyyət çəkirdilər, Allah Teala onlar üçün 12 çeşmə, Musa Peyğəmbərin əsasını daşa vurmaqla 12 çeşmə Allah Teala onlara bəxş elədi. Yəni, ilkin yaşamaq üçün olan bütün vasitələri Allah Teala onlar üçün qərar verdi, onlara bəxş elədi. Artıq digər şeyləri tələb etmək, yəni rifah tələb, rahat tələb olmaq, artıq bu qəbul olunmaz idi. Çünki bu artıq inadkarlığa çevrildi onlarda və hər nə Allah Teala onlara nemətlər bəxş edirdisə, daha artığını istəyirdilər. Bu nemətlərdən sonra yenə də onlar öz tələblərinə başladılar və Musa Peyğəmbərdən istədilər ki, biz bu şeylərə səbr etməyəcəyik, bizə digər qida vasitələri də Allahdan istə ki, versin. Onlar da təbii ki, Allahın onlara verdiyindən aşağı səviyyədə olan qidalar idi. Məsələn, Qurani Kərimdə Allah Teala buyurur ki, onların tələbi bu idi ki, bizə soğan, sarımsaq, mərcimək və digər qida vasitələri də ver. Bütün bunlardan çıxarış budur ki, bu Bəni İsrail, yəni onların timsalında olan bu cürlə tələbkar insanlar, rifah tələb insanlar, bunların məqsədi Peyğəmbərə, yəni zəmanəsinin Peyğəmbərinə tabi olmaq, itaət etmək deyildi. Bunlar sadəcə istəyirdilər ki, Peyğəmbər onların hər dediklərini yerinə yetirsin. Yəni istəyirdilər ki, Allah Teala onlar üçün onlara qulaq asan, sözə qulaq asan, hər nə istəyirlərsə dərhal icra edən bir Peyğəmbər göndərsin. Bu inadkarlığın bir növüdür. Yəni Allah onlara göndərdiyi Peyğəmbər belə olmalıdır ki, hər nə istəyirlərsə o Peyğəmbər dərhal onlar üçün icra etsin. Bəni İsrailin inadkarlığı, təkəbbürçülüyü elə onların Musa Peyğəmbərə müraciətindən hiss olunur. Baxın, onlar Peyğəmbərə müraciət edərkən ya Peyğəmbər demirdilər, ey Allahın Rəsulu demirdilər, ya Musa adı ilə deyirdilər. Bu bir növ təkəbbürçülükdür və bir növ Peyğəmbərə, ilahi Peyğəmbərə ehtiramsızlıqdır. Ya Musa, lən nəsbirə alə ta'amin vahid. Ey Musa, biz bir yeməyə
səbr etməyəcəyik. Ondan sonra Allah Taala bunların bu inadkarlığından sonra Allah Taala onlara bəla göndərməyə başladı. Yəni nemətə küfr etmək, ilahi peyğəmbərlərə küfr etmək, maddi və mənəvi nemətlərə küfr etmək, bəlaya və sonradan ilahi Allah tərəfindən göndərilən müsibətlərə səbəb olur. Allah Taala Qurani Kərimdə başqa misallar da çəkir. Məsələn, bir çox insanlar ki, bu dünyada inadkar olublar, təkəbbürçü olublar, Allahı qəbul etməyiblər, peyğəmbərləri qəbul etməyiblər. Allah Taala onların axirətdə olan misalını da göstərir. Bu dünyada ilahi peyğəmbərlərə bu cürlə müraciət edən, Allaha bu cürlə müraciət edən, təkəbbürçülüklə müraciət edən, axirətdə də bu cürlə olacaq. Hətta cəhənnəmdə əzab çəkəndə də bu cürlə olacaq. Təkəbbürçülüyündən dönməyəcək. Allah Zuhruf surəsinin 77-ci ayəsində buyurur ki, cəhənnəm əhli ki, cəhənnəmdə olacaq və Allah onları cəhənnəm odu ilə cəzalandıranda deyəcəklər ki, وَنَادَوْ يَا مَالِكِ Malik cəhənnəm mələklərindən birinin adıdır. وَنَادَوْ يَا مَالِكْ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ Cəhənnəm mələyinə deyərlər ki, öz Allahına, öz Rəbbinədir. Axı Allah, Rəbb hər kəsin Rəbbidir. Amma bunlar orada da Allahı qəbul etməyəcəklər, deyəcəklər ki, öz Rəbbinədir. Yəni, Allah sənin Rəbbindir, biz onu Rəbb kimi qəbul etməmişik. Dünyada qəbul etməmişik, axirətdə də qəbul etmirik. Öz Rəbbinədir ki, biraz bu cəhənnəm odunu bizə azaltsın. Başqa bir ayədə də bunun misalı var. Qafir surəsi 49-cu ayədə Allah Taala buyurur ki: "Və qâlellezîne fin-nâri" Cəhənnəm odunda olanlar cəhənnəm mələklərinə deyəcəklər: "Li xəzənəti cəhənnəmə ud'u rabbakum" Ey mələklər, Rəbbinizdən istəyin ki, ey mələklər, Rəbbinizdən istəyin ki, yuxaffif annə yawman minəl azab. Bir gün heç olmasa əzabı bizə azaltsın. Daimi əzab içində cəhənnəm odunda yanan bir dəstə bu dünyada Allahı qəbul etməyən, o dünyada da, axirətdə də, cəhənnəm odunda da bu cürlə müraciət edəcək ki, ey mələklər, öz Rəbbinizə deyin. Bu da bir nümunədir. فَدْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنْبِتُ الْأَرْضِ Bəni İsrailin Musa Peyğəmbərə bu müraciəti ki var idi, Allahından, yəni Rəbbindən, ey Musa, sən öz Rəbbindən istə. Allah Bəni İsrailin də Rəbbi idi, Musa Peyğəmbərin də Rəbbi idi. Amma bunların müraciəti bu cür oldu ki, ud'u lana rabbaka. Öz Rəbbindən istə ki, bizim üçün başqa qidalar da versin. Ona görə insan bu dərəcədə inadkar olanda Allah Taala onları aşağı endirir, yəni verdiyi məqamdan aşağı endirir. Musa Peyğəmbərin dilindən bu hadisədən sonra, bu inadkarlıqdan sonra Musa Peyğəmbərin dilindən onlara belə deyirdi: İhbitu Misran, enin aşağı, enin aşağı. Bu ihbitu sözünün mənası ərəb dilində enmək deməkdir. Bu, yuxarıda deyildilər ki, aşağı ensinlər. Yəni, uca bir yerdə, dağın başında deyildilər ki, aşağı ensinlər. Normal bir yerdə idilər. Amma burada enmək məqam cəhətdən enməkdən söhbət gedir. Yəni, onlar mənəvi cəhətdən, məqam cəhətdən aşağı endilər. Peyğəmbərlər gəliblər ki, insanları uca məqama qaldırsınlar. Amma bəzən insan uca məqama qalxmaq istəməyəndə artıq Allahdan, Allahın Peyğəmbəri tərəfindən əmr gəlir ki, enin aşağı. Sizin səviyyəniz uca məqam deyil. Yəni, mənəvi uca məqam deyil. Bizim İslam Peyğəmbəri də ümmətə müraciət eləyəndə bu cürlə müraciət edir. Ta'alau ilə kəlimətin səvain beynənə və beynəkum. Allaha itaat etmək üçün, Allaha bəndəçilik üçün yuxarı qalxın, yəni mənəvi məqam cəhətdən yuxarı qalxın.
Ərəb dilində təaləv kəlməsi ali sözündəndir. Yəni qalxmaq mənasındadır. İhbitu sözü isə aşağı enmək mənasındadır. Peyğəmbər insanları çağıranda təaləv çağırır. Yəni ucalın, yuxarı qalxın məqam cəhətdən. Amma qulaq asmayanda, əməl etməyəndə, inkar edəndə artıq Allah Taala Allahın nidası bu cürünə gəlir ki, ihbitu. Necə ki Allah Taala şeytana dedi ki, fəhbit. Şeytanın ki məqamı var idi, Allaha inadkarlıq edəndən sonra, Allahın buyruqlarına əməl etməyəndən sonra Allah Taala buyurdu ki, fəhbit, en aşağı. Bütün bu hadisələrdən sonra artıq Allahın bəlası, Allahın cəzası Bəni İsrailə, yəni Yəhudilərə şamil oldu. Onlar ki, artıq Allah onlar üçün bütün nemətləri təmin etmişdi, istər mənəvi, istər maddi nemətləri təmin etmişdi. Bunlar bu inadkarlıqlarından dönmədikdən sonra Allah Taala buyurur ki, "Duribat aleyhimuz-zillatu vel-meskene." Zəlillik, zillət və miskinlik damğası artıq onlara vuruldu. Qurani Kərimdə izzət və zillət məqamı var. Bəzi insanları Allah Taala izzət məqamına qaldırır. Bayaq qeyd etdiyimiz kimi təaləv kəlməsi onlara şamil olur, müraciət olunur. Bəzi insanları Allah Taala zillət məqamına endirir. Əvvəla bunu deyək ki, izzət və zillət Allahın əlindədir. Hər kəsi Allah izzət məqamına qaldırarsa, bu xeyirlidir, Allah tərəfindən xeyirli bir işdir. Hər kəsi Allah Taala zillət məqamına endirərsə, Allah tərəfindən, Allah yanında bu da xeyirli işdir. Baxmayaraq ki, zillət məqamına enən üçün xeyirli deyil. Çünki Allahın hər işində xeyir var. Allah Taala hər nə edirsə, deməli onda xeyir var. Ziyanı və xeyri insana nisbətdə ola bilər, Allaha nisbətdə yox. Allah Qurani Kərimdə Ali İmran surəsinin 26-cı ayəsində buyurur ki, "Qulillahumma malikal mulk tu'til mulka men teşâ ve tenzi'ul mulka mimmen teşâ." Allah bütün mülkün sahibidir. Allah malikdir. Hər şey Allahın hakimiyyəti altındadır. Allahın mülküdür. Hər kəsə istəyər Allah Taala mülk verər, hər kəsdən istəyər alar. Sonra buyurur ki, "Və tu'izzu men teşâ və tuzillu men teşâ." Hər kəsi istəyərsə Allah Taala izzətli edər, uca edər. Hər kəsi istəyərsə Allah Taala zillət məqamına endirər, aşağı endirər. Biyədikəl xeyr, ilahi xeyir sənin əlindədir. Yəni bütün bu işlərdə xeyir sənin əlindədir. İnnəkə alə kulli şeyin qadir. Sən hər bir şeyə qadir olan Allahsan. Bu birinci məsələdir. Yəni izzət və zillət Allahın əlindədir və Allah Taala hər kəsi izzət məqamına qaldırarsa xeyirlidir, hər kəsi zillət məqamına endirərsə Allah yanında xeyirlidir. İkinci mövzu Qurani Kərimdə izzət, yəni Allah yanında uca məqam qazanmağın səbəblərini Allah Taala Qurani Kərimdə qeyd edir və zillət məqamına enməyin də səbəblərini Allah Taala Qurani Kərimdə qeyd edir. Ayədə Allah Taala belə buyurur. Mücadilə surəsi 20-ci ayədə Allah Taala buyurur ki: "İnnellezîne yuhaddûnallaha və rasûlehu ulaike fil əzəllin." Hər kəs Allahın təyin etdiyi sərhədlər qarşısında ayrı bir sərhəd təyin edərsə, Allahın qoyduğu işlər qarşısında başqa bir işlər təyin edərsə, Allahın qoyduğu yol qarşısında digər bir yol təyin edərsə və Peyğəmbərin buyruqlarından başqalarının buyruğuna tərəf gedərsə, bu insanlar zillət məqamına enərlər. Allahın sərhədləri var. Allahın sərhədi budur ki, insan Allaha bəndə olsun. Bəndəçilik sərhədi var.
İnsan gərək bəndəçilik sərhədini aşmasın. Firon bəndəçilik sərhədini aşdı. Dedi, mən bəndə deyiləm, mən Allahım. Şeytan bəndəçilik sərhədini aşdı. Və digərlər ki, misallar çəkmək olar çox, bəndəçilik sərhədini aşandan sonra Allah Teala onları zillət məqamına endirdi. Fironun aqibəti bəllidir, şeytanın aqibəti bəllidir və Qur'an-ı Kərimdə adları çəkilən və çəkilməyən digər zalimların bəndəçilik məqamından çıxan, sərhədindən çıxanların aqibəti bəllidir. Allahın təyin etdiyi sərhədlər qarşısında insan özünə əgər digər bir sərhəd təyin edərsə, bu insana başucalıq gətirməz. Bu, nə vaxtsa zillət məqamına enər. Məsələn, Allah Teala halal ruzi təyin edib. İnsan isə ruzi qazanmaq üçün haram dalıcan gedir. Allah Teala sərhəd təyin edib. Ruzi qazanmaq istəyirsənsə, bu sərhədə qədər gedə bilərsən, buradan aşma. İnsan isə nə edir? O sərhədi aşır. Bu zillət məqamıdır. Danışıqda Allah Teala sərhəd təyin edib. Doğru danış, haqq danış, qeybət etmə və s. Amma insan bu sərhədi aşır. Yalan danışır, nahaq danışır, şər böhtan atır və yaxud qeybət edir. Artıq bu Allahın sərhədini aşmış sayılır. Və nəhayətdə Allah Teala onları zillət məqamına endirir. Yemək məsələsində Allah Teala sərhəd təyin edib. Halal ye, halala qədər yeyə bilərsən. Halaldan o yana əgər haramdırsa, ondan artıq yemək olmaz. Bu bir sərhəddir. Bunu aşmaq olmaz. Vəzifə əgər əldə etmisənsə, rüşvət almamalısan. Rüşvət aldınsa, artıq bu nə olacaq? Bu, zillət məqamına enmək deməkdir. Vəzifə başında insan gərək rüşvətə getməsin. Bu insan zillət məqamına enəcək. Bu da bir sərhəddir Allah təyin edib. Ədalətlə davranmalısan. Ədalətlə davranmalısan. Ədalətdə olarkən Allahın sərhədindəsən. Zülmə keçdinsə Allahın sərhədini aşdın. Bu sərhədi gərək insan aşmasın. Əgər belə olarsa, insan Allahın sərhədini aşmış olur. Bu da zillət məqamına enmiş olur. Yəni bir insan deyə ki, o Allahın təyin etdiyi sərhəddir, amma mən isə başqa bir sərhəd təyin edirəm. O Allahın qoyduğu yoldur, mən isə başqa bir yol qoyuram özüm üçün. Bu, zillət yoludur, izzət yolu deyil. Bu da ikinci məsələdir ki, səbəblər bunlardır. Bir insan əgər zillət məqamına enirsə, bunun səbəbi Allahın sərhədini aşmaqdır. Səbəbi budur. Üçüncü mövzu bundan ibarətdir. İzzət yolu hansıdır? Yəni bir insan əgər istəyərsə izzət məqamına qalxa, Allah onu izzətli edə necə etməlidir? Allah Qur'an-ı Kərimdə Fatir surəsi 10-cu ayədə buyurur ki: "Mən kana yuridul izzətə felillahil izzətu cəmi'a." Allah Qur'an-ı Kərimdə izzət yolunu belə qeyd edir. "Mən kana yuridul izzətə felillahil izzətu cəmi'a." Fatir surəsi 10-cu ayədir. Bütün izzət məqamları Allahın əlindədir, Allahındır, Allaha məxsusdur. Ayənin davamında Allah Teala buyurur ki: "İleyhi yes'adul kelimut tayyib vel amalus salihu yerfa'u." İndi bir insan əgər izzət məqamına qalxmaq istəyirsə, Allah yolu bu cürlə təyin edib. İnsan ileyhi yes'adul kelimut tayyib, insanda əqidə olmalıdır, etiqad olmalıdır. Bir, insan etiqad etməlidir, inanmalıdır, iman gətirməlidir ki, izzət məqamı Allaha məxsusdur. Allah hər kəsə istəsə verər. Buna iman gətirməlidir. Allahın varlığına, peyğəmbərlərin varlığına, ilahi kitabların varlığına iman gətirməlidir. Yəni özündə bir düzgün, doğru əqidə formalaşdırmalıdır. Əl-kəlimut tayyib bu cürlə təfsir olunur. Kəlimut tayyib yəni budur ki, insanın əqidəsi var. Bu birinci məsələdir. İkinci məsələ əməldir. Vəl amalus salihu yerfa'u. Nə olsun səndə düzgün əqidə formalaşıb, amma
o əqidə əsasında əməl də var yoxsa yox? Quran buyurur ki, وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ. O düzgün əqidəni insandakı formalaşıb və o düzgün əqidədə olan insanı yuxarı izzət məqamına nə qaldırır? Deyir, وَالْعَمَلُ الصَّالِحُ. Salih əməl, yaxşı əməl insanı həmən o izzət məqamına qaldırır. Yolu budur. Bir, insan əqidəli ola. İki, insan əqidə əsasında əməl yerinə yetirə. Bu iki yolu gərək insan seçsin ki, artıq izzət məqamına qalxa bilsin. Dördüncü mövzu bundan ibarətdir ki, izzət yolu gedənlər kimlərdir? Allah Taala izzəti və zilləti açıqlayır bizim üçün Qurani Kərimdə və həmçinin Allah Taala izzət və zillətin səbəblərini açıqlayır və izzətli olan insanları bizim üçün misal çəkir Quranda. وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِمُؤْمِنِينَ. İzzət yolu gedən, yəni Allah yanında izzətli olan şəxslər kimlərdir? Peyğəmbər və möminlər. Sözün əsl mənasında möminlər. O möminlər ki, bundan qabaqki Fatir surəsində onların yolu göstərildi. Əqidəli ola və yaxşı əməl yerinə yetirə. Ki, o əqidə ilə birlikdə Allahın izzət məqamına qalxa bilə. Deməli, yol budur. Yolu gedənlər bunlardır. Peyğəmbər və Peyğəmbərə tabi olanlar. Peyğəmbər və Peyğəmbərin ardınca gedənlər. Peyğəmbər və Peyğəmbərin təyin etdiyi sərhədi aşmayan insanlar izzət məqamına çatıblar. Qurani Kərimdə onların misalı göstərilir. Bəni İsrail, yəni Yəhudilər, zillətə düşmələrinin səbəbi bax bu idi. Çünki onlar Allahın qarşısında, Allahın qoyduğu sərhədlər qarşısında sərhədlər təyin etdilər özlərinə. Allah dedi ki, siz bu qidalardan qidalanın, onlar bununla razılaşmadılar. Allah dedi ki, siz Musa Peyğəmbərə itaət edin, onlar Musa Peyğəmbərin itaətindən çıxdılar, sərhədi aşdılar. Allah dedi ki, siz Allaha ibadət edin, Allaha bəndə olun, onlar getdilər, buzovpərəst oldular. İnnellezîne ittehadul iclə seyanaluhum ğazabun min rabbihim və zilletun fil hayatid dunya. Buzovpərəstliyə gedən, buzovu özünə Allah təyin edən, Qurani Kərimdə bunun nümunəsi var, Allah Taala ayələrdə buyurur. Bunlar nə olacaqlar? Allah tərəfindən bir, onlara qəzəb olunacaq. İkinci məsələ budur ki, dünya həyatında onlar zillət məqamına enəcəklər. Onlara zillət damğası, zəlillik damğası vurulacaq. Sərhədlər budur. Baxın, bu sərhədləri gərək insan aşmasın və həmçinin də Allaha bəndə olmaqla gərək insan fəxr eləsin. İnsanın xeyri Allaha bəndə olmaqdadır. İnsanın ucalığı, insanın izzəti, insanın şərəfi, ləyaqəti Allaha bəndə olmaqdadır. Həzrəti Əli əleyhissalam kimi bir şəxsiyyət Allaha bəndə olur və bu cür nə qeyd edir? Buyurur ki, İlahi kəfə bi'izzən ən əkuna ləkə abdən. İlahi, mənim üçün izzət məqamı, şərəf, ləyaqət bu bəs edər ki, sənə bəndəyəm. Sənə bəndəyəmsə, deməli, mən izzətliyəm. Həzrət Əleyhisselam bu cür buyurur. وَكَفَى بِفَخْرًا أَنْ تَكُونَ لِي رَبًّا. İlahi, sən mənim Rəbbimsənsə, bu mənim üçün fəxirdir. Həzrət Əli Əleyhisselam Allahın bəndəsi olmaqla izzət məqamına çatır. Deyir, bu mənim izzətimdir. Və Allahı özünə Rəbb seçməklə neyniyir? Fəxr edir. Həzrət Əleyhisselamın şiyələri gərək bu cür olur. Hər kəs özünə şiyə deyirsə, gərək Həzrət Əleyhisselamın davamçısı olur. Əntə kəmə uhib fəcəalni kəmə tuhib. İlahi, sən elə bir Allahsan ki, mən istədiyim kimisən. Mən necə Allah istəyirdimsə, o sənsən. Allaha buyurur. Sonra buyurur ki, məni də öz istədiyin kimi bir bəndə elə. Yəni, izzət yolu,
bəndəçilik yolu buradan keçir, yəni bəndəçilikdən keçir, izzət yolu bəndəçilikdən keçir, bu bir. İki, Allaha bəndəçilikdən başqa yol da yoxdur. Ümumi mənada biz bəndəçilik deyə bilərik. Məsələn, Bəni İsrail buzuva sitayiş etdilər, yəni buzuva bəndə oldular. Bəzi insanlar dünya həyatında şeytana bəndə olurlar. Bəzi insanlar dünya həyatında zalimlara bəndə olurlar. Rəisə bəndə olurlar. Özündən biraz yüksəkdə olan vəzifə baxımından və yaxud var-dövlət baxımından görürsən ki, ona bəndə olurlar. Bəzi insanlar vəzifəyə bəndə olurlar. Bəzi insanlar pula bəndə olurlar. Bəzi insanlar şan-şöhrətə bəndə olurlar. Bəzi insanlar da qadına bəndə olurlar. Bunlar hamısı reallıqdır. Bu bəndəçilik yox. Qeyd etdik. İzzət yolu bəndəçilikdən keçir, gərək bəndə olasan. Bu birinci məsələdir. Allahdan başqasına bəndə olmaqda da izzət yoxdur. Bir bəndəçilik var, o da Allaha gərək bəndə olsun insan. Bir yerdə ki, Quran-ı Kərimdə Allah Taala Peyğəmbərin dilindən buyurur, ayədə buyurur ki, فَأَيْنَ تَذْهَبُونَ Bu, müraciət insanlaradır. Yəni, izzət yolu budur. Allaha bəndəçilikdə hara gedirsiniz? Hansı səmtə gedirsiniz? Hansı sərhədlər özünüz üçün təyin edirsiniz? Allah Taala sərhəd təyin edib. Bəndəçilik insanı izzət məqamına çatdırar. İndi izzət mənası nədir? İzzət sözünün mənası nədir? Zillət sözünün mənası nədir? Yəni, əziz insan necə olmalıdır? Zəlil insan necə olur? Bunu da qısa olaraq açıqlayaq. Baxın, ərəb dilindən tərcümədə əziz sözü, yəni möhkəm, əyilməz və sınmaz mənasında tərcümə olunur. Ərəblər möhkəm torpağa, möhkəm yerə əzaz deyirlər. Möhkəm torpağa əzaz deyirlər. Yəni, o torpağı ki, qazmaq olmur, o torpağı ki, qazıb, belləyib, şumlayıb, əkin-biçin etmək olmur, möhkəm torpaqdır. Ərəblər ona əzaz deyirlər. Lüğəti mənası budur. Zəlil sözünün mənası isə bunun əksidir. Yəni, yumuşaq. Yəni, qazmaq olur, əkin-biçin eləmək olur. Bu da zəlil sözünün mənasıdır. Allah Taala Qur'an-ı Kərimdə bu sözü işlədir. Huvəl-ləzi cəalə lekumul arda zəlula. Allah yeri sizin üçün zəlil qərar verdi, yəni yumuşaq qərar verdi, yəni sizin itaətinizdə qərar verdi. Fəmşu fi mənakibiha və kulu min rizqihi. Yer üstündə yeriyəndə, insan yer üstündə hərəkət edəndə, yeriyəndə, yer heç bir etiraz eləmir insana. Bəzi insanlar bu cür nədir? Zalimlar onları tapdırlasalar da onların səsi çıxmır. Zalimlar onlara hər cür zülm etsələr də onların səsi çıxmır. Bunlar zəlil insanlardır. Allah Qur'an-ı Kərimdə, baxın, bu misalı çəkir. Fəmşu fi mənakibiha və kulu min rizqihi. Yer sizin üçün zəlil, yəni yumuşaq qərar verilsin, itaətinizdə qərar verilib. Qazın, belliyin, əkin, biçin edin və yeyin. Bu da zəlil sözünün mənasıdır. Bir insan əgər hər zülmü qəbul edirsə, o zəlildir. Yəni, heç bir etiraz etmirsə, heç bir səsi çıxmırsa, zülmdən xoşhal olursa, bu zəlil insandır. Bir cəmiyyət əgər bu cür nədirsə, bu zəlil bir cəmiyyətdir. Cəmiyyət gərək izzətli ola. Yəni, zülmə etiraz edib, öz haqq səsini qaldıra. Bugün Qəzza xalqı kimi, Fələstin xalqı kimi və digər müəyyən o qruplar, cəmiyyətlər ki var, zülmü qəbul etməyib, hətta əzilsələr də, zülm olunsa da onlara, gücləri çatmasa da yenə qəbul etmirlər. Bunlar əziz insanlardır, izzətli insanlardır. Bu, zəlil olmaq bir mənada bəli, qəbul olunur, yəni təvazökar olmaq. Bu təvazökarlıq deyil. İnsan Allah qarşısında zəlil olar. Allah qarşısında təvazökar olar. Və möminlər qarşısında təvazökar olar. Amma onlara zülm olunanlar qarşısında yox. Zalimlar qarşısında yox. Şeytanlar qarşısında yox. Orada gərək izzətli ola insan. Həzrət Əli əleyhissalam buyurur ki, hədislərinin birində
zülmü heç kəs qəbul etməz zəlildən başqa. Hər kəs zəlildirsə zülmü qəbul edər. Zəlildən başqa zülmü heç kəs qəbul etməz. Mömin ona görə əzizdir ki, möminin əsl mənası bundan ibarətdir. Mömin ona görə əzizdir ki, ona nüfuz etmək mümkün deyil. Onun yolunu döndərmək mümkün deyil. Onu Allahın bəndəçiliyindən döndərmək mümkün deyil. Onu məcbur etmək olmaz ki, Allahın sərhədini aşsın. Mömin ona görə əzizdir. Və bunun da nəticəsi qələbədir. Əgər bir mömin zülmü qəbul etməyib, zülm qarşısında zəlil olmayıb, Allahın sərhədlərini aşmazsa, nəticədə bu insan qələbə qazanacaq. Bir çox ümmətlər, xalqlar tarixdə də var, Qur'an-ı Kərimdə də müəyyən misallar çəkilir. Bir çox şəxsiyyətlər ki, onlar əyilməyiblər, sınmayıblar, zülmü qəbul etməyiblər, onların nüfuz etmək mümkün olmayıb, onların yolunu döndərmək olmayıb, Allahın sərhədini aşmağa onları məcbur etmək olmayıb, Allah Teala onlara izzət məqamını verib. Kərbala hadisəsi bunun üçün bariz bir nümunədir. Baxmayaraq ki, öldürüldülər, şəhid edildilər, əsir götürüldülər, amma izzət məqamından enmədilər. Onları Allahın sərhədlərini aşmağa məcbur etdirmək olmadı. Bəzən zillət daimi olur insanda. Yəni, əbədi olaraq bu zillət içindədir. Yəni, bu mənada ki, artıq zülmü qəbul etmək, günah etmək, haram etmək, Allahın sərhədlərini aşmaq bunda mələkə halına çevrilib. Artıq bu bunu tərk edə bilmir. Daimi olaraq Allahın itaətindən çıxıb. Bəzən də müvəqqəti olur. Müvəqqəti bundan ibarətdir ki, insan bəzən günah edir, şeytanın əmrinə girir. Allahın sərhədlərini aşır. Və dərhal başa düşür, bir müddətdən sonra tövbə edir, Allah yoluna qayıdır. Bu müvəqqəti zəlillikdir. Bəni İsrail, yəni Yəhudilər, baxmayaraq ki, indi bu zamanda da onlar bu cür nədir? Onlar daimi olaraq zillət məqamına endirildilər. Niyə? Çünki onlar daimi olaraq Allahın itaətindən çıxırdılar, Peyğəmbərin itaətindən çıxırdılar, inadkarlıq edirdilər və Allahın sərhədlərini aşırdılar. Zəlikə bi'annahum kanu yakfuruna biayatillah. Allah Qur'an-ı Kərimdə buyurur ki, onlar daimi olaraq Allahın ayələrini inkar edirdilər. Kəfəru biayatillah demir Allah Teala. Ərəb dilində kəfəru deyəndə, yəni bir zamanlar etmişdi, daha etmir. Bir də var ki, kanu yakfuruna biayatillah. Bu daimi olaraq, yəni həmişə bu ruhiyyədədirlər bunlar. Həmişə bu vəziyyətdədirlər. Zəlikə bi'annahum kanu yakfuruna biayatillah və yaqtulunən nəbiyyinə biğeyri haqq. Daimi olaraq Allah Teala bunlara peyğəmbər göndərəndə ya inkar edirdilər, ya təkzib edirdilər, ya öldürürdülər. Artıq bunlar da adət halına çevrilmişdi. Bəzi günahlar insanda adət halına çevrilir. Məsələn, yalan danışmaq görürsən ki, bir insanın adətidir. Gündəlik həyat tərzidir. Həmişə yalan danışır. Və yalancı kimi artıq tanınır cəmiyyətdə. Məsələn, görəndə deyərlər ki, məsələn, filan kəs, yəni yalancı. Bax, bu cür nə? Artıq ona bu ad verilib. Onun o əməli artıq onun üçün bir ada çevrilib. Və yaxud qeybət edən deyərlər, filan kəs qeybətçidir. Daimi qeybət edəndir. Və yaxud filan kəs rüşvətxordur. Yəni, daimi rüşvət alır. Mələkə halına çevrilib, bunda adət halına çevrilib, həmişə bundadır. Bu, insanlar daimi olaraq zillətdədirlər.